Salamın gözünə bərabər bacımla nə hazırladığım bu 14 dənə sualı bəziləri mənim haqqımda, bəziləri də bu kanal haqqında suallar var. Sayıları da 14 dənədir. Bu videoda hamısını şey etməyə çalışacağıq, açmağa çalışacağıq, cavablandırmaya çalışacağıq. Gəlin seçək. Hiç bilmə yazmamışam, yəni heç yazanı belə olmamışam yanında. Baxın. Və də bu şey. Doğum tarixim. Dediyim kimi bəziləri mənim haqqımda, bəziləri də bu kanal haqqında. Doğum tarixim. Dəqiq doğum tarixim. 2015-ci il aprelin 4-cü ayının aprelini yəni 15-ində anadan olmuşam. Bu şəkildə sualımızı qəttalayıb qıraq qoyaq. Yəni mənim haqqımda adım nədir? Gülnur. Əslində YouTube kanalımda var, amma TikTok kanalımda olmadığı üçün bəlkə deyəsən. Heç birinin cavabını qabaqcadan söyləməmişəm yəni. Yəni mənim haqqımda ən sevdiyim yemək. Ən sevdiyim yemək. Mən ən sevdiyim yemək. Bundan hiç uzun da fikirləşməmişəm. Ən sevdiyim yemək nə ola bilər? Yarpaq dolmasıdır, salatdır, Rus salatı. İnteresan suallar verib mənə. Yenə öz haqqımda ən sevdiyim iki rayon. Yəni kənd. Tavuz, bir de ki kaçmaz sorusu. Çünkü bunun biri arka tarafı, biri ana tarafı. Kanal hakkında soru. Ne çarşım var? Ne çarşım var? 11 olacak April'de. 11'in içindeyim. Araştırmadım. Aha. Şükür Allah kanal hakkında çıktı. Bu kanalda ne tür videolar var? Böyle ev işleri, vloglar falan düşünürəm. Uşaqlar üçün, nağıllar, hekayeler. Bu kanalı açmaqda sənə kimlər dəstək oldu? Kanalı açmaqda mənə ailəm, sevdiklərim dəstək oldu. Bu arada istəyirəm belə bir bu kutuda içinde çoxlu suallar olsun. Her videoda bir 2-3 tanesini açaq. Kanalı nə məqsədlə açdım? Dediğim gibi web suallar birazdan başıma karışmış olacaq. Kanalı məqsədlə açdım. Hər bayaqki video kimi, bayaqki sual kimi bu videoda deyəcəyim bu kanalda nə tür videolar olacaq. Bu da onun kimi nə məqsədilə açdım. Uşaqların məndən hekayələr dinləməsini, sonra el işləri görməkləri, bunlar. Xəyalın nədir? Bax, xəyalın məslək deyirsənsə, məslək haqqında həkim olmaqdır. Mənim məqsədim xəyalım. Bu kanalda hədəfin nədir? Bu kanalda hədəfin nədir sualı.
Bəzi kanallardakı kimi mənim də yüksək nəticəli bu kanalı açıb sonsuza qədər videolar yükləməyi düşünürəm yəni. Hədəfim budur. Böyle bir özüm hakkında dedim, bu da hiç özüm hakkında değil. Neyse, neçənci şəxsən? Ortancılam. Çoxumuzun yaşadığı faciələr kimi ortancıyam. Və 3 tane sualımız qaldı. Baxaq. Gücün nədir? Qoçam. Qoç. Bu ikisindən sizə hansını seçeyim? Gözümü seçeceğim. Aslında açık değil. Niye gözümü seçtim? En sevdiğim iki renk. Kırmızı ve kara. Aslında fəsildən fəsilə dəyişirlər renkləri. Ama şimdi kırmızı ve kara. Bu kanalda ne zaman başlamışsam? Bu kanala ne zaman başlamışım? Bir ay önce falan başlamışım. Suallarımız bunlar idi. Bu sualları ileride de görebilirsiniz. Çünkü ben bu 14 sualın üzerine daha çok suallar da əlavə edib. 14 tane sualın içerisinde daha çok suallar da əlavə edib. Ne edeceğim? Her videoda ikisini açmakla böyle bir akım başlattım. Dediğim gibi her videoda bunun üzerine hindi çoklu videolar, çoklu şeyler de əlavə edeceğim. Ve her bir 14'ten çok olacak. Yani bu qaba belə sığışmayacaq. Qədər eləyəcəm. Sonra onları saxlayacağım. O saxladığım suallar yığılacaq. Hər bir bunu mən 14 tane değil mi bunun içinde? Ben 16 tanesinde veya da her 16 tanesini eləyib ya da ki ya 30 tane sual eləyib veya da ondan artıqını eləyib bunu şey edeceğim bu suallar üzerine. Çünkü bir dakika bu sualları ben okudum ama heç olmaz bir de işlərsiniz cevaplarını görmeyenler. Üzerine 16 tanesini de əlavə eləməyi düşünürəm. 30 tane eləyib her videomda 2 tane açmaq məqsədilə. Yani bunu da bir tane püşkata görək. Neçə tane? Maksimum 4'e kadar yazdım. 10'a kadar yazdım. 10'a kadar yazdım görüm. Neye? Neçəyə kadar çalışacağım? Bakalım. Yazaq. Bunu bölək. Çolaraq. Bu şəkil. Birində bölək. 4 tane bundan çıxdı. Şəkil çiləkləri vərəqlərlə yiyəcəm bunu isə. Şəkil yırtdırırıq. 8 tane salınır. İkisini de buradan yiyeceğim. İkisini de buradan elədim. Ama hiç karşılığı olacak düzdü onu bilirim. O yüzden bunları koydum biraz. Bir tane böyle kalacağım. Çileği üstte. Bu şekil. Yazar bakak göre her videoda neçə dənə sual açın. 10 tane 10 rəqəm yazacağım. 10 tane. Bu şekil bunlar da bu şekilde tez yazaq. 2 3 4 5 6 Ona kadar yazdım. Təsəvvür edin ki 10 çıxar. Yəni yeməyəcəm.
Ona 30'dan çok 300'də min yer. Diyeceğimi bakmayın yapmam. Eləmərəm, yəni düşünmərəm elə. Siz bu şəkildə qatlayıram gördüyünüz kimi. Şəkil. Bunlar kimi bunu sakatladım. Şəkil. Bunu qatlayıram. Şimdi kutumuzu bakalım. Şəkil içərisinə gördüyünüz kimi reklam zaten. Gözümü yumuyorum gördüğünüz gibi. Seçtim. 3 çıktı gördüğünüz gibi. Her videoda demek maksadımız nedir? 3 tane sual açacağız. Her videoda 3 tane sual açmakla deneyeceğiz. Suallarımızı bitireceğiz. Ve bu sualları ben değişmiş de olabilir. Bak bu 14 tane sualı değiştirebilirim. Bunlar da qala 30 tane sual edeceğim. Bəziləri eyni olacaq, bəziləri isə fərqli olacaq. Bəziləri bu sualların bəziləri həmin 30'un içində olacaq. Bəziləri də olmayacaq, bəziləri də fərqli bir suallar olacaq. 16 tane sual vermək düşünürəm. Siz necə baxırsınız buna? Şəkil bağlayaq. Bunu ataq. Ve videomuz buraya kadar idi. Eğer bu videoya baktınızsa yorum yazıp abone olup like atmayı unutmayın. Bu sorularında sizce 14'ün üzerine neçə tane toplam sual eləyim? 14'ün üzerine ben düşünüyorum 16'sını. Ben 16'sını yiyeceğim. Siz yorumlarda yazsanız ona kadar yiyeceğim. Yani 50'den yuxarı qalxmayın. 40'dan yuxarı qalxmayın. 50'den yuxarı qalxmayın yaxşı. 50'den aşağısını nə qədər istəyirsiniz. Məsələn, yəni 30 olmaq 30 bir də ki 50 arası edə bilərsiniz. Çünki 30'unu mən onsuz da yeyəcəm. Siz də 50'den aşağı 30'dan yuxarısını yeyəsiniz. 50 de diyebilirsiniz. Benim için fərqi yoxdur. En çok beğeni hansı? Eğer çok yorum olsa en çok beğeni hansı yoruma gəlsə onu yiyeceğim. O kadar sayıda sual yazacağım. Görüşürüz. Sağ olun.